Hər kəsə salam, Fidan Era kanalına xoş gəldiniz. Bu səfər açılışı belə eləməli oldum, çünki səhər olduğu üçün saat 7 idi, evdə yatanlar var idi ona görə. Bu gün rayona gedirəm, evdə necə hazırlaşmağımı, necə getməyimi sizlərə vlog şəklində çəkmişəm. Deməli, burada Biodermanın günəş kremi vururam, həm qapadıcılığı var, həm də ki, yaxşıdır, yəni çox bəyəndim, təzə almışdım bu arada. Belə. Burada da bazadan istifadə eləyirəm. Bunu da təzə almışdım, amma çox bəyəndim. Həm gün boyu makiyajım üzümdə qaldı, qalıcılığını artırdı makiyajın, həm üzüm parladı. Normalda mən makiyaj eləyəndə belə parlaq bir makiyaj əldə eləyə bilmirəm, amma bu səfər makiyajım çox xoşuma gəldi bu bazadan istifadə elədiyimə görə. Bu arada səhər duran kimi ilk işim saçlarımı səliqəyə salmaq olmuşdu. Burmuşdum saçımı. Elə daha çox yaraşdırıram özümə. Sonra ikinci işim isə makiyaj eləmək idi. Kombin axırıncı işi idi. Bu arada bu videonun editini mən ikinci dəfədə eləyirəm. Çox yordu məni bu videonu editləmək. Amma nəysə, axırda yaxşı bir şey alınacağına inanıram. Burada da konsilerdən istifadə eləyirəm. Bunu da təzə almışdım. Bu günə qədər əslində heç konsiler istifadə eləməmişəm. Digər qapadıcılardan istifadə eləmişəm, amma bunu da çox bəyəndim. Bundan sonra bunu da həyatıma qatdım. Bundan davam eləyəcəm. Burada sonuncu vloqda göstərdiyim dırnaqlardan birini taxmışam. Çox qəşəng göründü məncə. Əlimdə də çox qəşəng qaldı. Burada da sonuncu vloqda göstərdiyim dırnaqlarımı taxmışam. Məncə çox qəşəng oldu. Əlimə yaraşdığını düşünürəm. Bu arada dırnaq yapışdıranda mən superkley ilə yapışdırıram. Çünki elə daha möhkəm yapışır, amma tövsiyə eləmərəm. Yəni öz dırnağımıza zərərdir. Makiyajdan sevdiyim yerə gəldik. Ənlik istifadə eləyirəm burada. Deməli, dostlarım bəzən mənə deyir ki, çox vurmusan falan, amma mən yenə də istifadə eləyirəm, çox vururam biraz. Deməli, mənim əksim olaraq bəzi insanlar ənlik istifadə eləmir, heç sevmirlər. Təbii ki də hərənin öz fikri var. Bəzisi özünə yaraşdırır, bəzisi yaraşdırmır, sevir, sevmir. Belə. Bu yayın mənim üçün necə keçdiyindən danışmaq istəyirəm. Bu yay demək olar artıq bitir və mənim üçün bir göz qırpımında, yəni bitdi. Artıq 2 ay arxada qoymuşuq. Mənim də bu videonu editlədiyim vaxt avqustun 5-i də artıq. İstəsək də, istəməsək də, yəni yay bitir. Eləyə biləcəyimiz heç bir şey yoxdur. Burada artıq yola çıxmışıq, aeroporta doğru gedirik, maşındayıq. Deməli, mən sizə kombinimi göstərə bilmədim. Səbəbi də hər videoda olduğu kimi mən yenə tələsirdim. Əslində mən gec hazırlaşan birisiyəm. Ona görə də həmişə tez durub hazırlaşıram. Yenə də necə oldusa, tələsdiyim üçün, yəni kombinimi göstərə bilmədim, amma aeroportda sizə kombinimi göstərirəm, ayrıca çəkmişəm. Əslində tələsməyi heç sevməyən birisiyəm. Yəni tələsə-tələsə bir yerə getmək, hazırlaşmaq, geyinmək ən sevmədiyim şeylərdən biridir, amma bu da mənim xasiyyətimdir. Neyniyək? Bilmirəm, bayaq fikir verdiniz yoxsa yox, amma mahnıya qulaq asarsan naşniklə yolu elə gedirdim. Çünki elə yol daha da çəkilə bilər bir hal alır. Əks halda yol çox uzun gəlir adama, bitmək bilmir. Hele cingiltisi
gəldik. İndi oturub gözləyirik. Burada telefona baxır. Demək sizə dırnaqlarımı göstərim, baxın necə olur. Heyecanlısan? Heyecanlısan? Yox, yalan demə. Əslən mən çox heyecanlı deyiləm, mən də normal heyecanlıyam, orta yəni 50%. Belə. Çünki biz demək olar ki, hər il gedirik də ora. Amma bu il fərqli bir il olacaq, çünki toy var. Toy bu dəqiqə olmadığı üçün heyecanlıyım. Toy bu dəqiqə deyil, amma bu aydır. 20 gündən az qalıb qız doğumuna bu arada. Şimdi biraz mahnıya qulaq asacağım. Pəncərəli tərəfdə bu oturdu, qoymadı mən oturum. Nəysə, eyb yox, mənim də yerim rahatdır. En yakın çıxışı və arxanızdakı istifadə oluna biləcək çıxışı yadınızda. Burada sizə balaca çantamda nə var, onları göstərirəm. Çox balacadır, amma içinə lazım olan şeyləri qoydum. Bir dodaq qələmi qoymuşam, yerləşib içinə. Bir naşnik. Sonra içinə açaq baxaq nələr var. 5 manat. Gloss, həmişəki sadiq glossum. Və saqqız, Orbit. Sonra isə superkley, dırnağım üçün lazımdır. Bu arada elə bilərsiniz bu qoyduğum şəkildir, amma şəkil deyil. Fikir versəz az da olsa tərpənir. Hızlandırmışam bu videonun bu yerin. Amma o qədər bulut yoxdur ki, o qədər fərqli bulutlar görünmür ki, elə bir şəkil artırmışam, əlavə eləmişəm bura. Amma videodur halbuki. Əslində video 15-16 dəqiqəlik idi, amma o qədər oradan-buradan kəsdim, hızlandırdım ki, aşağı dəqiqələrə düşdü. Amma olsun, əsas maraqlı olmasıdır. Məncə də maraqlı bir vlog andı. Nəhayət biz təyyarədən düşdük, artıq maşına minmişik və nənəmgilə doğru gedirik. Çox az yolumuz qalır. Bu arada mən bu dağları görəndə niyəsə uzun yolu yadıma düşür həmişə, yəni. Burada da bu dağlardan çoxdur. Bir də fikir verdim, heç bir vlogumda deməmişəm. Mən Naxçıvanlıyam, Naxçıvana gəlmişəm. Və nəhayət biz evə gəldik. İndi nənəmgildəyəm bu arada. Evə gəldik, yemək yedik. Mən rahat bir şeylər geyindim üstümə. Birazdan da bibimgil gələcək. Bibim qızlarla ümid edirəm ki, maraqlı vaxt keçirəcəyik. Səbirsizliklə gözləyirəm onların da gəlməyin. Birazdan gələcəklər. Yol məni yormadı bu arada. Çünki yəni rahat idi. Ekstra bir gözləmə ya da gecikmə heç bir şey yaşanmadı, çox şükür. İndi də istəyirəm ki, vlogu burada bitirim. Çünki bu vlog, bunu da deyim ki, bu vlog maraqlı vlogların başlanğıcı idi. Bundan sonra daha da maraqlı vloglar gələcək. Hətta bibim qızları ilə falan da vlog çəkəcəm, günlük vlog. Burada günümüz həqiqətən də maraqlı keçir hər il. Belə yəni, əgər vlogumu bura qədər izlədinizsə, abunə olmağı, yorum yazmağı və bəyənməyi unutmayın. Bunu da deyim ki, 100 abunə olmağımıza çox az qalıb. Sizi sevirəm, görüşərik hələlik.